Bugün biz nitro birləşmələr və aminlərin izahına baxaq. Nitrobenzolun dəmir qırıntısı və xlorid turşusu vasitəsilə reduksiyasından hansı maddə alınır? Yadınızda qalsın, dəmir qırıntısı xlorid turşusundan hidrogeni çıxarır və nitrobenzol deyirsə C6H5NO2 hidrogenlə reduksiya olunaraq C6H5NH2 anilinə çevrilir. Doğru variant B variantıdır. Anilin artıq miqdarda götürmüş bromlu su ilə son məhsulunu istəyir bizdən. Anilin biz demişdik ki, benzol həlqəsi hər hansı bir radikal və yaxud da funksional qrup saxlayarsa, bu zaman ikinci, dördüncü, altıncı karbonlarda əvəz etmə gedir və 3 mol bromla əvəz olundu. Ona görə 2, 4, 6 tribrom anilin alınır. C variantı. 1 mol 22,4 litr həcm tutursa qazlardan danışırıq. Anilin qaz deyil, amin turşusu qaz deyil, etil spirti qaz deyil, asetat turşusu qaz deyil. Doğru variant aminlərin birinci nümayəndəsi metil amindir. Orto nitrotolol deyir. Biz qeyd eləmişdik 1, 2, deməli orto, 1, 3, meta, 1, 4 paradır. Deməli biz orto deyiriksə, qonşu karbonlarda nitro və tolol deyirsə CH3 qrupu axtarasınız. Nitro da NO2 qrupudur. Doğru variant C variantıdır. Para desə artıq 1, 4 vəziyyətində, yəni qarşı-qarşıya. Belə də radikal hardadsa 1 oradan başlayır. 2, 3, 4. Doğru variant burada da C variantıdır. Daha sonra 6-cı sualda 2 ədəd ikili karbon atomu və birli amin deyirsə, ilk öncə biz NH2 axtarırıq. NH2 olan variantları saxlayırsınız. Deməli 2 ədəd ikili karbon deyirsə, deməli uclardakı karbon birlidir. Bu da birlidir, çünki bir tərəfi karbon deyil. Ortadakı karbon ikilidir. Burada bir dənədir ikiliniz. Amma burada yenə uclardakı karbonlar birlidir. Deməli ikilidir, 2 karbondan qonşudur. Bu da ikilidir, 2 karbondan qonşudur. Doğru variant B variantıdır. 7-ci sualın oxşarıdır, özünüz yazarsınız. 8-ci sualda aminlər turşu ilə duza çevrilir. Artıq NH3 xlordursa, siz izahda da demişdim ki, bunu bir hidrogenlə əvəz eləsəniz NH4 xlor kimi baxa bilərik buna. NH4 xlor kimi. Bu da artıq ammonium dozudur. Ona görə doğru variant B variantıdır. 9 da eyni sualın oxşarıdır. 10-cu suala baxaq. Hansı birləşmə xlorid turşuda qarışıq təsirdə olur? Turşu ilə qarışıq təsirdə olursa, deməli biz əsas axtarmalıyıq. Ona görə əsas da doğru variant B variantıdır. Eyni şərtdə hansı maddələr molekulları H-xlorla asan reaksiyaya girir? Deməli, radikallar, alfa-tip radikal artdıqca əsaslıq artır. Ona görə benzol radikalları artdıqca azalır. Ona görə bunlara çıxırsınız. Bu ikisini müqayisə etdikdə burada baxırıq. Radikal 2-dir, burada 1-dir. Ona görə daha asan birləşdirirsə radikalı çox olanı götürürsünüz. Hansı maddə anilinlə reaksiya daxil olmur? Turşularla reaksiya daxil olur. Ona görə bromla da reaksiya daxil olur. Qələvi ilə reaksiya daxil olmur. Anilin xlorid turşusu ilə anilin əsasdır, xlorid də turşudur. Əsas turşu ilə duza çevrilir. Y variantıdır. Daha sonra biri nitro birləşmə, digərsə amin. Nitro deyirsə N-dan sonra O axtar, yəni əvvəl olmamalıdır. NO2, amin də deyirsə NH2 axtaracaqsınız. Ona görə A variantıdır. 15 deyini sualın oxşarıdır. Aminlər deyirsə, deməli NO2 olan variantları çıxırsınız. COH amin turşusudur. Mürəkkəb efirdir, çünki N-dan qabaqda O var, sonra da O var. Artıq bu mürəkkəb efirdir. Ona görə doğru variant B variantıdır. Biri nitro birləşmədirsə N-dan sonra O axtar, N-dan sonra O axtar. Ona görə bu variantlar getdi. Digəri aromatik amindir. Aromatik amin də deyirsə C6H5 fenil radikalı, yəni benzol qalığı axtarasınız. Doğru variant C variantıdır.
Üçlü amin deyirsə, yəni azota 3 dənə karbon birləşməlidir və yaxud da amonyak 3 hidrogenin də itirməlidir, N qalmalıdır. Elə doğru variant A variantıdır. 19 oxşar sualdır. Duz əmələ gətirir deyirsə, sinif aminlərlə turşular. 21 eyni sualın oxşarıdır. İkili amində azot atomunda neçə karbohidrogen radikalı var? İkili amin nə deməkdir? Amonyak 2 hidrogen itirib NH qalıb. İtirilmiş 2 hidrogen də 2 radikalla əvəz olunub. Ona görə də 2 radikal birləşir. 23 də oxşardır. Metil amin deyirsə CH3, amin deyirsə NH2. Burada amonyak 1 hidrogen itirdiyinə görə birlidir. Ona görə bunları çıxırsınız. Deməli, burada 4 atom, burada da 2-dir, 3 atom, 7. Ona görə doğru variant B variantıdır. 25-26 oxşar sualdır. Duz alınmır deyirsə, aminlərin üzərinə turşu gələndə duz alınır. Kalium buradan xlorları götürür, duz alınır. Sink xlorları götürür, duz alınır. Natrium asetat duz alınır. Ancaq burada hidrogeni bura gətirib qoyanda CH3, CH2, OH, spirt alınır. Y variantıdır. 28. Xlorid turşusunun metilamin buraxılmışdır. Reaksiya nəticəsində bu qədər duz alınmışdır. Reaksiya neçə litr metilamin? Yadınızda qalsın, 1-in 1-ə gedir reaksiya. Yəni 22,4 litr metilamindən 67,5 əmələ gəlirsə, 13,5 isə X olacaqdır. Bu da yəqin ki 4 dəfə az A variantıdır. Daha sonra etil aminin amonyakdan necə fərqləndirir? İlk öncə formulunu yazaq. C2H5, etil amin deyirsə NH2, amonyak deyirsə NH3. Baxırıq, burada karbon var, burada karbon yoxdur. Qələvi məhlulu ilə heç bir reaksiya girmir. Xlorid turşusu ilə hər ikisi reaksiya girir. Əhəng suyu ilə reaksiya girməyəcək. Yanma məhsulları. Baxın, bu yanında karbon qazı və azot qazı alınır. Bu yanında yalnız azot qazı alınır. Əhəngli suyu da bulandırmaq üçün bizə karbon qazı lazımdır. Deməli, biz etil amini amonyakdan əhəngli su ilə fərqləndirə bildik. Anilinin metil aminin suda məhlulunu fərqləndirmək üçün anilin suda həll olmur. Həll olmursa lakmusa təsir etməyəcək. Ancaq metil amin həll olur, lakmusa təsir edəcəkdir. Ona görə lakmusla. Fenil aminin əsasi xassəsi. Əsasini təyin etmək üçün əksini götürməlisiniz. Əksini, yəni turşu axtarmalısınız. Yəni fenil aminin üzərinə turşu gələcəksiniz. Turşu olan variantımız da elə D variantındadır. Tolol və anilinlə reaksiya daxil olur. Demək, 32-ci sualda qələvi ilə reaksiya daxil olmur. Tolol H-xlorla, amonyakla girmir, kaliumla girmir heç biri. Amma brom hər ikisində 2-4-6 vəziyyətdə əvəz etməyə girir. 33 deyini sualın oxşarıdır. Brom ilə reaksiya daxil olduqda artıq bunu dedik. 2-4-6 tribrom anilin alınır. Y variantıdır. Əsasi xassənin artma sırasını deyir. Deməli, burada fenil aminlərdə əsasi xassə azdır. Ondan başlamalıyıq. Ona görə elə doğru cavab fenil amin, amonyak, etil amin, dietil amin. Ona görə C variantı doğru sayılır. Deməli, azalma sırası deyirsə, artıq fenil aminə doğru getməliyik. Deməli, D2 radikal var. Etildir, amonyakdır, fenil amin A variantıdır. Daha sonra bunun da oxşarını bayaqlarım dedik, yenə deyirəm. Deməli, hidrogen xlorid metil amindən su ilə reaksiyası, deməli, sudan məhlulunu buraxdıqda bu qədər əmələ gəlmişdi. Deməli, 67,5 deməli, duza 22,4 litr reaksiya daxil olursa, bəs 135-ə nə qədərdir? X 2 dəfə çox eləyir, D variantıdır. Deməli, H-xlorla reaksiya daxil olmur deyirsə, artıq ammonium xlorid reaksiya daxil olubdur.
Bu da amin xloriddir. Bu da reaksiya daxil olurdu. Aminlər və amonyak reaksiya daxil olur. Ancaq bu ikisi daxil olmur. 1-2 doğru variant C variantıdır. Artıq 39'u da tanıdınız. Birli deyirsə NH2 axtaracaqsınız. İkili deyirsə NH, üçlü deyirsə N axtarırsınız. Deməli bu üçlüdür, ikilidir, birlidir. Ona görə birlidən 2 dənədir, qalanlarından 1 dənədir. 40 da oxşardır. Duzun formulunu deyirsə aminin yanında halogen axtaraq, turşu qalığı Y variantıdır. Trinitrogliserid. Gliserin deyirsə deməli nitroda varsa orada mütləq azot alınır. Deməli karbon qazı alınır və oksigen partlaması nəticəsində 29 mol olur bu qaz qarışığı. Aminlərin yanması zamanı ayrılan qazlar. Aminlər yanında içərisində azot olduğuna görə azot, karbon qazı ayrılır. Doğru variant B variantıdır. Daha sonra propil amin deyir. Propil deyirsə C3H7NH2. Deməli karbonumuz 3 dənədir, hidrogenimiz 7, 2, 9'dur, azot da 1'dir. Neçə mol su alınır? 9 hidrogen, 4,5 mol su deməkdir. Azot da 1 dənədirsə 0,5 də azot deməkdir. Ona görə doğru variant D variantıdır. 45 də eyni sualına oxşardır. Dimetil deyirsə CH3'dən 2 dənədir. Deməli amonyak 2 hidrogenin verdi, biri qaldı. Buradan özünüz tapırsınız. Deməli asetilendən anilini almaq üçün asetilenin formulu C2H2'dir. Anilinin formulu C6H5NH2'dir. Burada 6 karbon, burada 2 karbon. Deməli biz bura 3 yazmalıyıq. 3 vur 22,4 litrə 93 qram alırsınızsa, 93 qramdırsa 6,72'ye də X o da 9,3 A variantıdır. 47 deyini sualdır. Deməli trimetil aminin formulu. Trimetil isə CH3'dən 3 dənə. Ona görə D variantıdır. Hansı reaksiya getmir? Nitrat turşusuna gedir, bromla gedir, qələvi ilə getmir. Çünki zəif əsaslı xassəlidir. Bu da əsaslı, əsasla getmir. C variantıdır. Əsaslı xassəsi daha qüvvətlidir deyirsə radikalı çox olan axtar. Burada fenildir, ən zəifdir. Burada 1 dənə metil, burada 2 dənə metil, burada etil. Ona görə Y variantıdır. Anilinlə reaksiya daxil olur, brom reaksiya daxil olur, turşu reaksiya, duzla qələvi reaksiya daxil olmur. B variantıdır. Daha sonra 52-ci sualda anilin və fenolla reaksiya daxil olursa artıq bunu bilirik, brom və nitratdır. 2-4-6 vəziyyətində əvəz etməyə girir. 53-cü suala baxaq. Reaksiya daxil olmursa bromu çıxırsınız. Fenolla bu reaksiya daxil olur. Oksigenlə, nitratla hər ikisi reaksiya daxil olur. Duzlarla reaksiya daxil olmurlar. Hansı ifadə metil amin üçün doğru deyil? Metil aminin formulunu yazaq. CH3NH2 yanır, doğrudur. Suda həll olur. Bəli, əsaslı o doğrudur. Etil aminin homologudur, doğrudur. Xloridlə reaksiya daxil olur. Bərk haldadır, yanlışdır. Çünki qaz halındadır. Aminlərin ilk nümayəndəsi Y variantıdır. Digəri də onun oxşarıdır. Anilinin formulu C6H5NH2. Burada azot 1 dənədir, 0,5 hidro azot ayrılır. Deməli, bu doğrudur. Xloridlə duz əmələ gətirir, doğrudur. İkili amindir, səhvdir. Amonyak 1 hidrogenin veribdir, birli amindir. Ona görə 1-2 doğru variant B variantıdır. Hansı ifadələr anilin üçün doğrudur? Aromatikdir, düzdür, suda pis hal olur, düzdür. Formulunu yazmışdıq. Hidrogen 5 dənədir. Burada da 2 dənə, 7 dənə hidrogen, 3,5 mol su deməkdir. Ona görə 3 yanlışdır. 1-2 doğru variant C variantıdır. 58 adi şərtdə qaz halında lakmusun rəngin göyərtsin. Alkanlar təsir eləmir, aldehidlər təsir eləmir. Fenilamin, anilin də suda həll olmadığına görə təsir eləmir. Burada bir dənə əsas, bir dənə turşu bərabər olduğuna görə neytraldır. Burada da təsir eləmir. Doğru variant C variantıdır.
Anilin reaksiya daxil olur, artıq bildik bromdur. Fenilamin de deyirsə C6H5NH2, dimetil deyirsə CH3-dən 2 dənə NH, metilamin deyirsə CH3NH2. Deməli, radikal Y-də çoxdur, artma deyirsə Y-lə qurtarmalıyıq. Fenilamin ən zəifidir, X-lə başlayırıq. Z, Y, X, Z, Y, C variantıdır. Daha sonra 61-ci suala baxırıq. Burada deməli buradan alınır CH3, NH3 xlor, bu duzdur. Deməli bu yanlışdır. Azotun valentliyi bəli, burada artıq 3 valentlidir. Donor akseptor yarandığına görə 4 valentli olur. Bir də bu doğrudur. 2, 3 C variantıdır. Deməli burada anilindir. 2, 4, 6 vəziyyətdə əvəz etməyə girir. Onda birləşmə yanlışdır. Bizdən yanlış istəyir. Onda görə yanlışı götürürük. 1 olan variantlara çıxırsınız. Çünki 1 doğrudur. Bromlu suyu rəngsləşdir. Bəli, bu da doğrudur. Ona görə yalnız 3 D variantıdır. Deməli, yalnız funksional qrupu var. Deməli, bu turşulardadır. Bu nitrolardadır. Bu da aminlərdədir. Demək, bizdə olur D variantı. Hansı maddənin köməyi ilə anilini etilaminlə fərqləndirmək olar? Demək, bromlu su ilə. Çünki bromlu su ilə anilin reaksiya daxil olur, amma etilamin reaksiya daxil olmur. A variantıdır. 65-ci sualda aminlərin homoloji sırasının birinci nümayəndəsi. Bu, deməli, birinci nümayəndəmiz CH3NH2-dir. Bunun molyar kütləsi 31 eləyir. Deyir, bundan yüngül, yəni 31-dən aşağı axtarırıq. 31-dən yuxarı olanları dərhal çıxırsınız. Sonra deyir astilen. Astilenin də ilk nümayəndəsi C2H2-dir. Bunun da molyar kütləsi 26-dır. Bundan da ağır nümayəndə, yəni 26-dan çox axtarırıq. 26-dan aşağı olanlara çıxırsınız. 32 də 31-dən yuxarı idi. Deməli, qalır 16, 28. 16 da 26-dan aşağıdır, ağır lazımdır bizə. Ona görə D variantıdır. 66 deyini sualın oxşarıdır. Yəni, metil aminlə, yəni 31-dir bunun kütləsi. Etilen sıra karbohidrogen də C2H4-dür. Bunun da kütləsi 28. 31-dən kiçik, 28-dən böyük axtaracaqsınız. Y variantıdır. Adi şəraitdə gedirsə, pir abitəsi varsa, bromu adi şəraitdə rəngsləşdirir. Deməli, bu adi şəraitdə gedir. Benzol katalizatorla gedir, adi şəraitdə getmir. Benzolun başına hər hansı bir funksional qrup qoyduqda isə, bəli, adi şəraitdə gedir. Ona görə 1-3 doğru variant B variantıdır. Daha sonra digər suallara baxaq. 68-ci sualda deməli, alfatik ikili aminin yanmasından alınan qaz əhəngli sudan keçdikdə, karbon qazı qalır burada. Sistemdə qalan qaz azotdur. Biz də alfatik amin deyiriksə, yadınızdadırsa, əgər CN H2N plus 1 NH2 yandıqda N sayda karbon qazda 0,5-də azot ayrılmışdır. Yəni, normalda 14N plus 17-yə 0,5-dirsə, 22,4-ü 1 mol götürürsünüz. 90-a da 1 moldur. Buradan deməli, ixtisar gedəndə burada 45, 14N plus 17-ni bərabərisiz 45-ə. Yəni, buradan 2 tapırsınız. 2 karbonudur və ikili amindir deyirsə, onda bu NH axtarasınız. NH2-ləri çıxırsınız, N-ləri çıxırsınız. Burada 3 karbon var, ona görə doğru variant A variantıdır. H-xlorla reaksiya sürəti verilmişdi aminlərin. V2 böyükdürsə, deməli, burada radikal çoxdur. Onda radikal çoxdursa, əsaslıq da böyükdür. Əsaslığın artma sırası deyir, onda Y ən böyüyümüzdür. Ondan sonra V1-dirsə, deməli, məsələn, burada R radikalı 3-dür, burada R radikalı 2-dir, burada R radikalı 1-dir. Əsaslıq artır deyirsə, onda deməli Z, X, Y, Z,
XYC variantıdır. Daha sonra metilamin üçün hansı ifadə doğrudur? Xlorid turşusu ilə metil ammonium xlorid əmələ gətirir. Bu doğrudur. Bizə yanlışlar lazımdır. Amonyaka nisbətən zəif yox. Amonyak artıq radikal qəbul edəndə qüvvətli əsas olur. Yanlışdır. Lakmusun rəngin göyərdir. Bəli, bu doğrudur. Yalnız 2 doğru variant A variantıdır. Növbəti videolarda 70-dən davam edərik.